bölünsün kilogram. Hansı fiziki cəmiyyətin vahid növüdür? Paskalın açılışı kilogram bölünsün, metr vurulsun, saniyenin kvadratıdır. Paskalı qaraladım buradan, çünki Paskalın açılışını yazdım. Yuxarıda var metr, aşağıda var kilogram. Metrlər getdi, kilogramlar getdi. 1 bölünsün saniye kvadratı, buradan çıxır 1 bölünsün saniye. 1 bölü saniye hansı fiziki cəmiyyətin vahididir uşaqlar? Tezliğin. Tezlik. Bəli, tezliyin vahididir. Sonra 26. deməli 26-cı sualda Paskal. Paskal nədir? Newton bölünsün metrin kvadratıdır. Paskalı sildik buradan. Qaldı yuxarıda nə? Metr üstü 4. Aşağıda da kilogramın kvadratı ilə. Metr kvadratı ilə bir ixtisar getdi. Qalır Newton vurulsun metr kvadratı bölünsün kilogramın kvadratı. O vaxtda bir düstur keçmişdik. M1, M2 bölünsün R kvadratı. Buradan J'ni çıxardan da yadınızdadır. FR kvadratı bölünsün M1 vurulsun M2. Yəni Newton vur metr kvadratı böl kilogram kvadratı gravitasiya sabitinin nəyidir? Vahididir. Başqa? 30. 30-cu sual. Turistin bir çəkisi 100 Newtondur, kütləsi 80 kiloqramdır. Deməli, belə çıxır ki, turistin yerə göstərdiyi təzyiqi hesablayanda biz təzyiqin düsturu belədir də, P bərabərdir 5 cisimlərdə necə idi? mg bölünsün S-dir. İndi burada M deyəndə biz hansı M-i nəzərdə tutmalıyıq? Həm turistin kütləsini nəzərdə tutmalıyıq, həm də çantanın kütləsini də, düzdür? Ona görə P bərabərdir yazırıq. M turist, üstə gəlir M çanta, vur G bölünsün S. Qiymətləri yerinə qoysaq, indi zaten 100 Newton çantanın çəkisini veriblər. Kişi də 80 kilodur. 80-i 10-a vuranda neçə eləyir? 800. 800 ilə də 100-ü toplayanda 900. 900 Newtondur. Bölünsün sahə. Ayağının sahəsi 600'dür. Yekə razmer ayaqqabıdır bu. 600 vurulsun 10 üstündə -4 yazırsan. Çünki santimetr kvadratını metr kvadratına çevirəndə onun üstündə -4'ə vururuq. Haradasa bu da bu sıfırlar ixtisar gedir 1/5. 10 üstü -4 yuxarı qalxacaq. Onda 15.000 olacaq da yəqin ki bu. 15.000 Paskal. Növbət sual. 11. Bu birisinin də 11 hə? Bəli. Yazdım ki, hansı qabdakı mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi mayenin çəkisindən böyükdür. İndi birinci təzyiq qüvvəsinin düsturunu yazaq. Təzyiq qüvvəsinin düsturu necədir? Rho G H vur S. Çəkinin düsturu nətərdir? MG. MG-ni atsaq Rho V G. Çəki ilə təzyiq qüvvəsinin düsturlarını yazmışam. Hər ikisində Rho var. Hər ikisində G var. İndi qərar verməliyəm. Məndən deyir ki, qabın dibinə göstərdiyi təzyiq qüvvəsi çəkidən böyük olsun. Yəni S vurulsun H-ın hasili həcmdən böyük olmalıdır. Baxaq görək hansı qabda S-in H-a hasili həcmdən böyükdür. Baxaq, məsələn 4-cü qaba baxın. S-i H-a vursaz belə bir şey verər də sizə, düzdür? Baxın, Eyni S-i H... değil. Necə? X'lər vasitələr eyni değil. Elə yox, bu nətər yəni, yox, S-i H-a burada 4-cü qabda S-i H-a vursan, sənə bu boyda qabın həcmini verməz. Bəli. Amma bu qabın, yəni hal-hazırda şəkildə verilən qab mənim çəkdiyim qabdan nədir? Nə? Balacadır. Başa Balacadır. düşmək balacadır. Yəni 4-cü şəkildə S-i H-a vuranda aldığım cavab bu qabın həcmindən çoxdur.
Çünki sən riyaziyyatdan indi azdan çoxdan bilirsiniz də, silindrik formalı qabın həcmini tapanda SH-a vurursunuz, bütöv həcmi verir. Amma bizim qabımız belədirsə, bu balaca daxı sənin vurduğun həcmdən balacadır. Məsələn, ikinci qaba bax. İkinci qabda hansı böyükdür? S vurulsun H böyükdür şagirdlər, yoxsa həcm böyükdür? Təzyiq qüvvəsi çəkidən böyükdür. İkinci qabda Elə deyil. deyil. Yox, həcm, bəli, həcmdir. Böyükdür. İkinci qabda S-i H-a vursa sizə nəyi verəcək? S-i H-a vursaz bu boyda yer verəcək sizə. Buranı verəcək də. Hı -hı. Amma sənin bu qabın mənim çəkdiyim şəkildən böyükdür. Başa düşdünüz? Bəli, müəllim. Yəni uşaqlar yadınızda saxlayırsınız. Unudanlar olarsa belə bir dənə ifadə işlədirəm mən uşaqlara deyirəm yadınızda saxlayın. Vedrədə çəki böyükdür. Bu cümləni yadda saxlayırsan, vedrədə çəki böyükdür. Vedrənin tərsində də təzyiq qüvvəsi böyükdür. Vedrə formalı qablarda çəki daha böyükdür. Burada cavab olacaq 4. Başqa? Mən bundan əvvəlki bölmədə 33-ə baxa bilərsiniz. Baxa bilərik. Deyir ki, birinci ağırlıq qüvvəsinə başlayaq uşaqlar. Ağırlıq qüvvəsi birisi də dəyişməz. Çünki nəyə görə? Ağırlıq qüvvəsinin düsturu mg-dir. Liftə mindin, liftdən endin, sərbəst tullandın, nə vardır? Heç bir zaman fərqi yoxdur. Yəni, ağırlıq qüvvəsinin düsturu mg-yə bərabər. Ona görə də burada bir dəyişiklik olmayacaq. Təzyiq məsələsinə gələndə isə, deməli, bərabər sürətdə hərəkət edib əvvəl, sonra lift bərabər yeyinləşən gedib yuxarı doğru. Yuxarı yeyinləşən, əvvəlcə bərabər sürətlidə normalda mg-də düzdür, çəkin düsturu. Bərabər təcili yuxarı gedəndə çəkin düsturu nə olacaq? Mg plus A olacaq, düzdür? Bəli. Fikrim çatdı? Bəli. Tamam. Başqa? Başqa sualınız var? 30 müəllim. Burada 30. 7. Burada 7. Bəli. Ağzı açıq qabda tam təzyiqin düsturunu demişdik də uşaqlar. Ağzı açıq qablarda PS plus gəlsin, Roger H. Değişmiş. Düzdür? Bəli. Bəli. 34. 32. 30. 30-32. 30-cu sola baxaq. Birləşmiş qablarda deyir ki, kerosin sütunun hündürlüyü nə qədər olmalıdır ki, o 20 sm hündürlüklü su sütununun təzyiqini tarazlaşdırsın. Düsturumuz necə? Uşaqlar 30-cu solda. Rho su, H su bərabərdir Rho kerosin, H kerosin. Hamısını yəni öz sıxlığını, öz hündürlüyünə vururuq burada. Kerosinin hündürlüyü deyir nə qədər olmalıdır ki, 20 sm-lik suyu tarazlaşdırsın. Suyun sıxlığı 1000-dir. 1000 vur 20 bərabərdir. Kerosin sıxlığı 800-dür. 800 vur x. Suların ikisi ixtisar gedir. 208-də böləndə necə eləyir? 25 sm. 30-cu sualın cavabı belədir. Sonra necə dediniz? 32. Bəli. 33-cü sualda yazıb ki, hansı dərinlikdə təzyiq atmosfer təzyiqindən 3 dəfə böyük olar? İndi tam təzyiqin düsturunu yazıram. P tam bərabərdir. P0 üstə gəlməsin, Roger H. Tam təzyiq atmosfer təzyiqindən 3 dəfə böyükdür deməkdir ki, yəni P tam 3P0-a bərabərdir. Yerinə yazıram düsturda. 3P0 bərabərdir P0 üstə gəlməsin, Roger H. 2P0 bərabərdir Roger H. 2 vurulsun 10 üstündə 5 bərabərdir 10 üstündə 3 vur 10 vur H-a. 2 vurulsun 10 üstündə 5 bərabərdir 10 üstündə 4 vurulsun H-a. H da bərabərdir onlardan biri 20 metrə. Yəni düzgün cavab olacaq A variantı. Bunun bir dənə yolu var dostlar.
Dəfə deyəndə deyəsən dəstə sizə demişdim də, səhv xatırlamıramsa. Dəfə Evet. deyəndə bir sıfır, ona vur. Yadınızdadır bu. Bəli. Hə. Bunun ən sürətli yolu budur. Başqa. 34. 34-cü sualda yazıb ki, qabların oturacaqlarının sahəsi və mayelərin kütləsi eyni olarsa, təzyiq qüvvəsi ən böyük olar. Oturacağın sahəsi hamısında eynidir, hamısında S-dir. Təzyiq qüvvəsinin düsturu da belədir. Rho, HS. Sudur, sıxlıq eynidir, J eyni planetdir. Hamısının oturacağının sahəsi eynidir. Təzyiq qüvvəsinin böyük olması üçün hündürlük böyük olmalıdır. İndi siz hamısına eyni qədər su töksəz, hansındakı hündürlük daha çox olar dostlar? Y. Bəli, Güzel. Y variantında. Çünki Y variantında qabın ağzı dar olduğuna görə sizin tökdüyünüz suyun miqdarı digərlərindən çox olacaq. Ən az da C variantında olacaq. Başqa? 41. Birinci sualda yazıb ki, su olan qablar tərsinə çevrilir. Suyun qabların dibinə göstərdiyi hidrostatik təzyiq necə dəyişər? İndi birinci qabda gördüyünüz kimi müəyyən qədər su var. Siz bunu tərsinə çevirəndə, bu aşağı yuxarı hissəsi daha dar olduğuna görə, düzdür? Orada suyun səviyyəsi nə edəcək? Biraz daha hündür olacaq. Çünki aşağı hissə daha geniş daxı. Siz həmin suyu dar hissəyə qoysanız, dar hissədə suyun səviyyəsi daha hündür olacaq. Yəni birinci qabı tərsinə çevirəndə ondakı hidrostatik təzyiq artacaq. Çünki təzyiqin düsturu belədir də ρGH. İkinci qabı tərsinə çevirsəz bir şey dəyişməyəcək. Niyə? Çünki eyni formalı, düzbucaqlı formalı bir qabdır. Ona görə tərsinə çevirsəz də eyni hündürlüyə qədər. Amma üçüncü qabda tərsinə çevirsəz, aşağı hissə enli olacaq. Enli hissədə suyun səviyyəsi az olacaq da. Yəni burada artar, burada dəyişməz. Burada isə şagirtlər azalar. Təkrar edirəm. Dar hissə görəndə ehtiyatlı olsun. Dar hissələrdə su tökəndə hündürlük çox olur. Geniş hissəyə su tökəndə isə hündürlük az olur. Başqa? 45. 42. 42-ci suala baxaq uşaqlar. 42-ci sualda yazıb ki, təzyiq qüvvələri ümumi olaraq münasibət. Deməli, dərsdə belə bir dənə ifadə işlətdik ki, mayedə hər hansı bir nöqtə veriləndə, təzyiqi hesabla deyəndə, həmin nöqtədən aşağı baxırdıq, yoxsa yuxarı baxırdıq? Yuxarı. Yuxarı. Yuxarı baxırdıq. Əsas məsələ budur. İndi bax, F4-dən yuxarı baxıram, F3-dən yuxarı baxıram. Bunlar ikisi də eyni səviyyədədir. F3-dən F4 bərabərdir. Bir də F1-dən yuxarı baxıram, bir də F2-dən hansı böyükdür? F2. F2 daha böyükdür. Yazıram, F2 böyükdür. F3 ilə F4 bir-birinə bərabərdir. Bunlar da böyükdür. F1-dən, yəni ən yuxarıda olan F1 olduğuna görə onun təzyiq qüvvəsi ən kiçik olacaq. 3 ilə 4 isə bərabər olacaq. 2 aşağıdaydı da burada. Bəli. 43-cü sualda deyilən şey. Yəni qısacası verilən nöqtədən biz şagirdlər hara baxmalıyıq? Yuxarı doğru baxmalıyıq. Başa düşdünüz? Bəli. Əla, başqa? 45. 46. Beşinci sualda yazıb ki, su tökürük. İndi su tökdükcə, uşaqlar, burası siz su əlavə elədikcə, suyun səviyyəsi nə edir? Artır. Suyun səviyyəsi artdıqca zamandan asılı olaraq təzyiq də artacaq da. Çünki siz su tökürsünüz bura. Suyun səviyyəsi get-gedə artır, deməli təzyiq də artır. Sonra nə baş verir? Davam edirəm su tökməyə. Su yenə səviyyə artır. Amma qabın geniş hissəsi olduğuna görə suyun səviyyəsi biraz ləng artır.
bayaqçı qədər çox dik olmayacaq, ləng artacaq. Ona görə də düzgün cavab olacaq B variantı. Başqa? 46. 46-cı sual. Deməli yazıb ki, manometrin göstərişinə görə qabın içərisindəki havanın təzyiqinin atmosfer təzyiqindən nə qədər çox olduğunu hesablayın. Deməli, baxırıq bu şəklə, biz nə görürük burada? Deməli, sol tərəfdə nə var? Qaz var. Bu maye ilə görüşdüyü sərhəddə çəkirəm. Buradan sağ tərəfdə nə var? Qabın ağzı açıqdır. Atmosfer təzyiqi var, ağzı açıq hissədən. Bir də bu boyda hündürlükdə su var. Bu hündürlük nə boyda, nə qədərdir deyə bilərsiniz? 80. Ay maşallah, 80 santimetrdir. Yəni, nə demək istəyirəm? Qazla suyun qovuşma sərhəddini çəkirəm. Sol tərəfdə yalnız qaz var. P qaz, qazın təzyiqi var. Sağ tərəfdə 80 santimetrlik su var, ROGH. Bir də ağzı açıq olduğuna görə atmosfer təzyiqi var. Yəni, atmosferlə hidrostatik təzyiqin cəmi sol tərəfdəki qazın təzyiqinə bərabər olmalıdır ki, tarazlıq yaransın. Sualda da bizdən soruşur ki, havanın deyir təzyiqinin atmosfer təzyiqindən nə qədər çox olduğunu, P0-dan nə qədər çoxdur? ROGH qədər. Yəni, bu qədər çoxdur. Rho neçədir? 10 üstü 3, J 10-dur. 80 santimetrdə 0,8-dir. Nə qədər eləyəcək? 8000. 8000 Pascal nə qədərdir? 8 kilopascal. Başa düşdünüz uşaqlar? Bəli, müəllim. Başqa sual. 51. 49. 49-cu sualda yazıb ki, PB bölünsün PA. B nöqtəsindəki təzyiq istəyir. B nöqtəsində təzyiq hesablayanda B-dən yuxarıda 5 rho sıxlıqlı H hündürlüyü mayedə var. 2 rho sıxlıqlı H hündürlükdə. Yəni B-dən yuxarıda toplam nə qədər təzyiq olacaq? Bu 5 rho GH üstə gəlsin 2 rho GH. Neçə deyir bu? 7 rho GH. B nöqtəsindəki təzyiq bu qədərdir. A nöqtəsindən yuxarıdakı təzyiq isə 2 rho GH-dır. Ona görə də yazırıq 7 rho GH bölünsün 2 rho GH. Rho GH ixtisar edir 7 bölünsün 2, 3,5 qalır. Başqa sual. 51. 51. 51-ci sual. Hansı qrafik mayeyə tam batmış, eyni həcmli bütöv cisimlərin çəkisinin onların sıxlığından asıllığını deyir, ifadə edir. Bu Arximed qüvvəsinə əlaqəlidir bu arada. Biz Arximed qüvvəsini keçməmişik də, mayədəki çəkini keçməmişik, düzdürmü Arximedi? Bəli. Mayədəki çəkinin sıxlıq düsturu yadınıza gələr bəlkə. P0 çıxılsın necə idi? F Arximed. Arximed qüvvəsi qədər az olurdu. Yadınızdadır bu? Hə? Xeyr. Rho maye J V cisim. Nədən asılığını istəyirdik? Rho cisimdən P0 açaq burada. P0-ın yerinə yazıram. Rho cisim V cisim J çıxılsın. Rho maye J V cisim. Deməli, belə çıxır ki, burada V cisim J-ni çölə çıxarsaq, belə bir ifadə alınır. Rho C çıx Rho M. Mötərizədən çıxardıram onu. Vurulsun VJ. Rho cisimdən necə asıldı? Düz mütənasib asıldı, amma müəyyən bir qiymətdən. Çünki bir rho maye var burada. Başqa? 52. 52-ci sual. Yazıb ki, ara kəsmə var burada və kranı açırıq, buradan qaba su tökülür. Qabın dibinin deyir A nöqtəsində suyun hidrostatik təzyiqinin zamandan asılılığını deyir çəkin. Təzyiqin zamandan asılıq qrafik sualları uşaqlar biraz oyun kimi bir şeydir. P-nin T-dən asılıq grafikini özünüz çəkirsiniz birinci. Sonra da həll. Deməli, kranı açacağım, su töküləcək. Su get-gedə səviyyəsi neyniyəcək? Artacaq. Artdıqca təzyiq də Artır. təzyiq artır. Əlayam. Təzyiq artır.
Sonra bura tam dolanda Sabit qalacaq bir müddət. Digər hissəyə keçəcək. dərsək. Bu təpəsinə qədər çatanda sonra su bura tökülməyə başlayacaq. Fikir verirsiniz, A nöqtəsindəki hündürlük bir müddət dəyişməyəcək. Ona görə də təzyiq sabit qalacaq. Sonra tam zirvəyə çatandan sonra su yenə yavaş-yavaş səviyyəsini qaldırmağa başlayacaq. Amma görürsüz, lənc qalxacaq. Çünki geniş hissədir. Yəni yenə artacaq. Amma biraz lənc artacaq gördüyünüz kimi. Yəni əvvəlki birinci hissədəki kimi tam dik qalxmayacaq. Müəllim, Yəni biz bu burada sual hündürlüyün 24-cü zamanı. ildə tutuldu. Nə? Bu sual 24-cü ilin qəbul sualıdır, eyni bu sual. Bəli, aç sual ola bilər. Qəbul imtahanlarında çıxmış suallara oxşayırlar. Evet, buyurun. Biz burada hündürlüyün zamandan asılı qrafikini çəksək eyni olacaq da yenə də. Bəli, tamamilə Yəni doğrudur. hündürlüyə əsasən çəkirik də, rho enerji sabit olduğu üçün. Halal olsun. Hündürlüyün qrafikini çəkirik. Bəli. Özdə fikir versənsə, bilmirəm diqqət elədiniz, yoxsa bax qələmlə çəkəndə belə bax, qələmlə çəkirəm, bax A-nın üstünü qaldırıram da, bax qələmlə çəkir. Sonra A-nın üstünü dəyişmirəm, A-ya dəymirəm, A-ya dəymirəm, A-ya dəymirəm. Sonra A-nın üstünü artırıram, amma görsən qələmin belə gec qalxır, çünki ərazi çoxdur, görsən? Yəni imtahanda bunu uşaqlara öyrədəndə 7-ci sinif uşaqlarına deyirlər ki, qələmlə, bax qələmlə çək belə. Qələmi çəkəndə qələmin nə hiss edirsən? Qalxır da qələmin. Sonra A nöqtəsinin üstündə qələmin heç oynamır. Bir müddət yanır sənin qələmin A. Sonra yenə artır, amma bax vaxtın gedir. Görsən qaralaya bilmirəm, çox vaxt gedir. Həmin temadır bu. Başqa? 55. 53. Bu arada bir şey də deyim ha. Ola bilər ki, eşidirsən, ola bilər ki, burada sənə desin ki, bərabər sürətlə tökülmür. Onda necə olacaq? Təcillə tökülsə necə olur? Onda kvadratik olacaq da. Bildiniz? Başqa hissə çəkməyəcəyik. Hə, çəkdik. Necə? Deyəcəkdim başqa hissə çəkilməyəcək, onda çəkdik. Yox, başqa hissəyə görə yoxdur. Yəni mən şeyə görə deyirəm. Yəni təcillə tökülsə var, sən hündürlük deyirsən, H-ın yerinə ki, sən VT yazamayacaqsan da. Sən H-ın yerinə görə yazasan V0 plus AT. Yəni V0 T üstə gələ AT kvartı bölü 2 daha doğrusu. Bu təcilli hərəkətin düsturunu yazmalısan. Sürət dəyişdiyinə görə. Yəni düz deyirəm, sual çıxmayım, amma hər ehtimala qarşı deyirəm. Burada yazıb ki, bərabər sürətlə su tökülür. Bərabər sürətlə olmasa, təcillə olsa, hündürlük daha kəskin artacaq da. Sonra 50 isə 53 dedilər. 53-də də həmin temadır. Bax, 53-də krandan suyu açıblar. B nöqtəsini istəyirlər bizdən. İndi su get-gedə səviyyəsi qalxır, amma B-yə təsiri var hal-hazırda. Yox. Xeyr. Yoxdur. Deməli, B-nin təzyiqi hələ ki 0 gedir, bir müddət 0 gedir. Sonra qalxır, su ucu bura qalxdı, başlayır B-nin üstü dolmağa. B-nin üstü neyini get-gedə? Artır. B-nin üstü artdığına görə təzyiq də artır. Görünə qəşəng artır. Bir yerdən sonra ara kəsmənin ucuna çatırıq, yenə su artır. Amma daha ləng artır. Gördünüz? İşrası gördüğüm için verebilirim. Başa düşdünüz? Bəli, müəllim. Bəli. Hayır. 54. 54. 54. 54-cü sual yazıb ki, K kranını açanda A nöqtəsindəki təzyiqin qiyməti. İndi məsələn deyək ki, burada H qədər hündürlüyümüz var da, eləmi? Sən buradan kranı açanda, bu kranı belə götürəndə buradan, su bu tərəfə yayılacaq, təxminən belə bir hündürlüyə gələcək də, su bax qaralayıram, görsən. Hər iki tərəfdə su olacaq, hündürlük də neyniyəcək? Bərabərləşəcək. Bərabərləşəcək, amma əvvəlki hündürlükdən az olacaq da, düzdür? Bəli. Əvvəlki mayenin həcmi sonrakı həcmə bərabər olacaq. Çünki suyun həcmi dəyişənməz, qapalı qabdır. Əvvəl nə qədər həcm var idi? 2S vurulsun H. Düzdürmü? Bəli. Bərabərdir. Sonra oturacağın sahəsi nə qədərdir bura bütöv? 5S. 5S. Amma H-ı bilmirəm. Çünki hündürlük yazılır, X yazıram. S-lər ixtisar gedir. X də bərabər olur 0,4 H-a. Deməli, əvvəl hündürlük H-ıdır. İndi oldu hündürlük 0,4 H. Hündürlük neynədir?
Artdı. Onda 5 dəfə azaldı. Hündürlük 2,5 dəfə azaldı. Əgər hündürlük 2,5 dəfə azalırsa təzyiq nə edəcək? 2,5 dəfə azalır. Gör nə maraqlı sualdır. Kim izah eləmək istəyər indi bunu? Var aranızdan izah eləmək istəyən? Umay deyə bilərsən bunu təkrar? Bəli, müəllim. Buyur qadası. Birinci halda burada həcmimiz 2SH olacaq. Sonra artıq buradan K kranı açılandan sonra hündürlüklər bərabərləşəcək. Burada da yenə həcmlər bərabər olmalıdır. Ona görə 5S vurulsun. H-da bilmirik. X yazırıq. X da 0,4H eləyir. Deməli hündürlük nə edibdi? Azalır. Neçə dəfə? 2,5 dəfə. Sağ ol. Hündürlük azaldığına görə bilirsən də mayelərin təzyiqi ancaq elə hündürlükdən asılıdır. Sahədən asılı deyil, ona görə hündürlüyə baxmağımız yetərlidir uşaqlar. Buyuruz. 55. 55. 55. 55-ci sualda yazıb ki, müqayisə edeyim falan filan. Gəlin əvvəlcə 2 eləyək də bunu. A ilə B-ni müqayisə edək. Kimsə gəldi. A ilə B-ni müqayisə eləsək, deməli nə olacaq? A ilə B-yə gəlin baxaq. Yadınızda da belə bir şərt dedik ki, A ilə B-də bax bu qazla mayenin görüşdüyü sərhəddən xətt çəkirəm. Bax A ilə C-yə baxmıram belə ki, o C-ni qaralayıram. A ilə B-yə baxacaq. İndi bu görüşmə sərhəddini çəkmişəm. Bundan solda yalnız nə var? Qaz. Qaz var. Yəni A qazının PA bərabərdir. Təzyiqlər bərabər olmalı tarazlıq üçün. Sağ tərəfdə nə var? Bu xəttin sağ tərəfində H hündürlükdə maye var. Bir də ağzı açıq olduğuna görə burada nə var? Atmosfer təzyiqi. Atmosfer təzyiqi var. Deməli A-nın təzyiqi P0-dan ρg özünüz də görsə şəkildə H hündürlükdə maye saxlayır bu. ρgh qədər çoxdur. A-nın təzyiqi nə qədər oldu? P0 üstə gəl ρgh. Bunu yadda saxladıq. İndi buranı təmizləyirəm. B ilə C-ni müqayisə eləmək istəyirəm. Buranı qaralayıram indi. B ilə C-ni müqayisə edirəm. B-dəki qazın maye ilə görüşmə sərhəddini çəkdim. Sol tərəfdə nə var? Atmosfer təzyiqi. Ağzı açıqdır, atmosfer təzyiqi var. Sağ tərəfdə nə var? H hündürlükdə maye var. Bir də burada C-dəki qaz var. Onda belə çıxır ki, sol tərəfdəki atmosfer təzyiqi sağdakı C ilə ρgh-ın cəminə bərabər olacaq. PC də bərabər olacaq. P0 çıxılsın ρgh. Deməli, A-dakı təzyiq P0 üstə gəl ρgh-dır. Yəni atmosfer təzyiqindən H hündürlüyünə malik maye qədər çoxdur. Uşaqlar, şəklə baxanda onsuz da bunu görürsünüz. A-nın təzyiqi çoxdur. A çünki bunu basıb çıxardıb, bax. A-ya fikir ver. A buradan civəni basıb çıxardıb yuxarı. Deməli, A-nın təzyiqi böyükdür. Amma C-yə bax, C-də maye qalxıb yuxarı. Deməli, B-dəki təzyiq C-dən daha böyükdür. Başa düşdünüz uşaqlar? Bəli. Bəli. Bəli, baba olsun. Aha dostlar, başqa sual. 56. 56-cı sual. 56-cı sual Birləşmiş Qablar Qanununda qayda necə idi? Bir cins mayenin hündürlüyü hər yerdə nə olmalıydı? Bərabər. Bərabər olmalıydı. Yəni su buradadırsa, suyun buradan qalxma hündürlüyü özünə qədər bir xətt çəkə bilərsə, özünə qədər qalxa bilər. Ən çox. O kənddə zadda çənləri yuxarı qoymağın səbəbi odur. Motordan istifadə edəməyəsən, su gəlib özü tökülüb qalxsın 2-yə. Yəni təsdiqləyəcək sənədlər. Ən çox 2-yə qalxa bilər. Amma məsələn 57-də hara qədər qalxa bilər? 3-ə kimi. Bu çəkirsən xətti çıxardağa qədər qalxacaq andır. Başqa? 59.
59-cu sualda yazıb ki, qablardakı mayelərin səviyyələri eynidir. Təzyiq qüvvələri deyib, deməli, təzyiq qüvvələri bərabərdir. Nədir təzyiq qüvvəsini göstərir? Rho1, J1, H1, S1 bərabər olmalıdır. Rho2, J2, H2, S2. Hündürlüklər eynidir. H-lar getdi. Deməli, J-lər eyni planetdə J-lər getdi. Uzun sözün tombası. Rho1, S1 bərabərdir. Rho2, S2 alındı. Rho1-in Rho2-yə nisbəti S2-nin S1-ə nisbətidir. S2-ni nə qədər veriblər? 6S bölünsün 4S. S-lər ixtisar gedəcək 3 bölünsün 2. Başqa dostlar. Sualınız var dostlar. Xeyr, müəllim. Onda başlayaq uşaqlar.